ağzında bax dilinlə, ağzında hədiyyə deyirsən. Bax burada hədiyyə atılır, hədiyyədə puldur. Onun harası haramda az. Allahın olsa niyə elə danışırsan? Haram puluna hava mən haram pul qazanmışam. Haram pul qazanmışamsa Allahım mənə onun qan qustursun. Bircə burnumdan gəlsə, əgər mən haram pul qazanmamsa. Boş ver. Yox Allah, haram pul deyil, Allah haqqı. Haram onlarda fikir vermə. Üzvə nə sürtmüsən? Azad yazır ki, üzünə krem... Ay Azad, üzümə krem sürtməmişəm. Mənim dərim qıpqırmızı qızarıb, başa düşürsən. Kloboid mazı sürtmüşəm, aptekdən almışam. 8 manatdır mı, 9 manat kloboid mi? O da mazdır da, belə sulu mazı. Vurmuşam üzünə, parıldadır. Da nağarım, indi ad günümdür. Deyirəm, üzüm yenə həkim adı deyib ki, şey yemək, qızartma yemək, pomidor yemək, mən də yeyirəm. Yeməyə də bir də deyir ki, qəti istiot vurma. İndi o da mənim tamahıma güc gələmirəm. Niyə deyirlər ki, insanın tamahı Həzrətəlinin qılıncından da itidir. Tamah güclü olur. İnsanın başına nə gəlir gələndə? Bir dilinin ucundan, bir də tamahının ucundan gəlir. İndi mənim də tamahım böyükdür, nağarım mən qaqa. Elə bir görürəm orada, deyirəm o pomidoru yiyəcəm, bir üzüm yenə pis günə keçəcək, səpəcək. Durmadan onu yeyirəm. Ona görə kloboid mazı vurmuşam, o da yenə vuracam. Ad günə kimi bir üzüm pis günə düşməsin. Gözünün altı çökərifdir. Da çökərəcək də, dərd qəm, fikir eləyirəm. Əmilərim istəmirlər məni. Amma əslində mənim uğurumu görürlər. Çünki mənim TikTokda hamısının qabağına çıxıram. Ola bilməz ki, mənə baxmayalar. Bax. Bu gənc kimi gözüm ağarsın, onlar hamısı məni izləyir. Mən sağ söz deyirəm. Mənim uğurumu görürlər. Görürlər necə ağılla, başla, necə ağıllı rəftar edirəm. Çünki malələm elə tərbiyə verməyib. Mən tərbiyəsiz deyiləm. Görürlər necə ağılla, başla, gözəl evini, eşiyini, ərgəzdi, düzəltdi, pul qazandı, dağıtmadı. Onu görürlər. Görürlər ki, bu boyda mənim evim bilsə nədir? 156 kvadrat deyil. Cəmaat bir 30 kvadrat tapır, başını sevinir. 156 kvadrat evdir. Böyükdür. Bir şey ki, 6 dənə otaqdır. Hamısını qəşəng düzəltmişəm. Sizlərin sayənizdə Allah başınızdan töysün. Düz deyil, sevən var, sevməyən də var. Sevən izləyicilərimin səbəbinə, izləyici olmayanda dəstəkçi olmuş. Sevən izləyicilərimin səbəbinə mən adam olmuşam. Bu günə, bu şeyə mən eləyən onlar olur. İndi o pis yazanlar olur, onlara mən baş qoşası deyiləm. Evi mənənəm binadan almışdı. Binada yaşaya bilmədim. Həqiqətən binada qala bilmədim. Yekəlmişəm. 2 qardaş əmmigilinin evində qaldı, da dədə baba evində. Oradan aldı. Mən də gördüm ki, 2 otaqlı 1-ci mərtəbədən ev aldı verdi mənənəm 19.000 manata. Biz 1000 manata əl gəldi, remonsuz idi. Remonsuz idi, sonra gördüm mən yaşayamıram. Poçtdan işdən çıxırdım, gəldim, uşaqlar pəncərənin ağzına, arvadlar pəncərənin ağzına yaşadı, beynim gedirdi. Onu gül satdım, gəldim burana. Buranda nə? Tikilib üstü vurulmuşdu. İçi başı heç nə yox. Nə işıq var, nə qaz var. Bir dənə pəncərəsi var idi, bir də tikilib üstü vurulmuşdu. Vəssalam. Yo, ana tərəfimdən atam evlənəndən sonra, ondan sonra yenə bir xalamın bir dənəsi torçat pişirib gətirdi. Onlar kətdə qalırlar ana tərəfim. Dəymə Dağlı kəndində. O evlənəndən sonra da yo, ana tərəfim yenə bir dədə tərəfim, bibilərim yenə yaxşı idi. Bir hamısı. Onlar heç uşaqlıqdan yoxdur. İstəmirəm. O tərəf nənəm də deyir, nənəm də şey deyirdi ki, ona baxıb bir dəfə gəlsən itir vaxtlarımlar. Ya qardaşına, yo. İstəmirəm. Amma eşitdiyimə görə ki, daimin vəziyyəti biraz pisdir. Beyin qaynaması keçirir, Türkiyəyə aparıblar. Türkiyədə gedib əməliyyatı olub gəlib. Beyninə qansız bilmirəm nədirsə elə. İndi də ki, o günün bir oğlan gördü məni, dedi ki, dayın yaman pis xəstədir. Mən də dedim ki, Allah şəfasını versin. Qabağımı kəsdi, dedi, bir əlaqən zadım var, dedim, yox. Türkiyəyə zada gəl. Hə, 2 qardaşıq, papam evləndi, ondan sonra bir dənə qız olubdu. Yəni, əslində heç o da düzgün deyil. Çünki mənim atamın az qala 70 yaşı var. 1-ci sinif, 2-ci sinifə gedən qızı var. Onun mənim günə boyda oğlu var, qardaşın oğlu var. Onun bu dəqiqə nə boynadan vaxtıdır. Qız eşitdim, qız dünyaya gətirib.
Qız yanına get, biraz açılış.